Dəyərli dostlar, ev almaq, ev satmaq istəyirsinizsə, mənə müraciət etməyə ehtiyac yoxdur. Bax, bizim qardaşımız sırf professional formada bu işlə məşğuldur. Elvin qardaşın inşallah ki, bax, yerin köçürdüblər bura. Artıq bundan sonra düz saatın yanında fəaliyyət göstərəcək. Əmlakınızı satmaq istəyirsinizsə, ya nə isə almaq istəyirsinizsə, gəlin inşallah ki, baxın burada göstərsinlər satışda olan yerləri, evləri sizə hansını bəyənirsinizsə alın və ya dediyim kimi satmaq istəyirsinizsə, gətirin şəkillərin nə lazımdırsa burada yerləşdirsinlər alboma, evinizi tez bir zamanda satsınlar və ya sizin vergidə çətinliyiniz varsa, kassa almaq istəyirsinizsə, nəsə elektron mesaj yazmaq istəyirsinizsə, hamısını onların burada yoluna qoyurlar, dəyərli dostlar. O barədə çətinlik çəkməyə ehtiyac yoxdur. Ən əsas da sosial ala bilməyən vətəndaşlar var. Onlara, o vətəndaşlara necə lazımdırsa, bax bu gördüyünüz yerimizdə inşallah ki, köməklik göstəriləcək. Əlaqə nömrəsini deyirəm 070 210 63 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz və ya yaxınlaşa bilərsiniz bizim ofisimizə. Bir daha ünvanı qeyd edirəm. Şabran şəhər. Bax, saatı gördünüz. Düz saatın yanında. Əvvəl yerimiz parkın içində idi. İndi köçürmüşük. Bax, bura vətəndaşlar üçün daha rahat olsun deyə və ya polis şöbəsinin bax yaxınlığındadır. Buradan da gələ bilərsiniz. Bir də qardaş, gedir kimsə ev almaq istəyir. 15 min, 20 min görür TikTokda. Artıq sənədləşməyə gəlib çatanda pulun ödəyir. Hər şey hazırdır, sənəd ortada yoxdur. Ona görə də rəsmi yerlərlə çalışmaq lazımdır. Məhdud məsuliyyətli cəmiyyət. Bax, görürsünüz, dəyərli dostlar. Burada hər şey sənədli qaydadadır. Heç kim də sizi allada bilməz. 5 minlik evin üstünə hansısa bir, belə deyək, bilməyən, anlayışı olmayan adam 10 min qoyub 15 min sizə gətirib o yeri sata bilməz. Daxil olaraq içəri baxaq ofisimizə. Səliqəli formada gəlirsiniz, əyləşirsiniz. Burada inşallah ki, sizə albomu təqdim edirlər. Alış, satış, nə lazımdırsa köməklik göstərirlər. Nə isə də əlavə suallarınız olsa, qeyd etdiyim nömrə ilə əlaqə saxlamağı unutmayın. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.